Və Allah Resulü sallallahu aleyhi və səlləmə soruşulduqda ki, kimə yaxşılıq edim bu dünyada? Nə dedi? Anana. Allah Resulü bu sözü elə belə demir. Boşdan demir. Bilir ki, ən böyük haqq sahibi odur. Deyir ki, sonra kimə yaxşılıq edim? Deyir, anana. Deyir, sonra kimə yaxşılıq edim? Deyir, yenə anana. Deyir, sonra kimə yaxşılıq edim? Deyir, atana. Bu dünyada nə yaxşılıq etməyi bacarırsan, birinci valideynlərinə et, anana et. Onu sevindir, onun qəlbinə huzur, xoşbəxtçilik qoymaq istəyirsənsə, onu sevindir, ona hədiyyə al. Ona gözəl söz söylə, onu əlindən, başından öp, qucaqla. Onu ziyarət et, ona gözəl söz söylə. Onu qəzəbləndirmə. Və düşünün ki, Rəbbimiz buyurur ki, Saxatur Rabb fi saxatil valideyn. Rəbbinin qəzəbi valideynin qəzəbidir. Və ridar Rabb fi ridal valideyn. Allahın razılığı valideyn razılığı ilandır. Əgər valideynlər səndən razı olarsa, Rəbbin də səndən razı olar. Valideynlərin sənə qəzəblənərsə və düşün ki, Rəbbin də sənə qəzəbli olar.